Salam dəyərli izləyicilər. Kanal 55-ə xoş gəlmisiniz. Sizi maraqlı və aktual xəbərlərlə daim yeniləməkdən qürur duyurum. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Siz də pensiyaların artmasını istəyirsinizsə kanala abunə olub videonu bəyənməyi unutmayın. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən Respublikanın bütün inzibati ərazi vahidlərini əhatə edən fevral ayı üzrə pensiya ödənişləri tam şəkildə və mərhələli qaydada yekunlaşdırılıb. Proses əvvəlcədən təsdiqlənmiş qrafik əsasında həyata keçirilib və ödəniş mexanizmi üzrə bütün texniki və maliyyə əməliyyatları vaxtında icra olunub. Bu barədə NES 365 yaz informasiya portalına fondun rəsmi strukturları tərəfindən ətraflı məlumat təqdim edilib. Bildirilib ki, pensiya ödənişləri ölkə üzrə sosial təminat sisteminin sabitliyini qorumaq, pensiyaçıların maddi rifahını təmin etmək və dövlətin sosial öhdəliklərini vaxtında yerinə yetirmək məqsədilə planlı şəkildə təşkil olunub. Hər bir region üzrə ödəniş tarixləri əvvəlcədən müəyyənləşdirilib və vətəndaşlara bu barədə məlumat verilib. Məlumata əsasən fevralın 13-də Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə, eyni zamanda Naxçıvan Muxtar Respublikasında yaşayan pensiyaçıların fevral ayına aid pensiya ödənişləri həyata keçirilib. Bu mərhələdə həm yaşa görə əmək pensiyası alan şəxslər, həm əlilliyə görə pensiya alan vətəndaşlar, həm də ailə başçısını itirməyə görə təyin edilmiş pensiyaçıların vəsaitləri bank hesablarına köçürülüb. Ödənişlər tam məbləğdə və artırılmış formada icra olunub. Növbəti mərhələdə isə Respublikanın digər şəhər və rayonlarında, yəni bölgələrdə yaşayan pensiyaçıların fevral ayı üzrə ödənişləri təmin edilib. Beləliklə, ölkənin bütün ərazilərində pensiya ödəniş prosesi tam başa çatdırılıb. Bununla yanaşı, güzəştli şərtlərlə təyin olunmuş pensiyalar da eyni qaydada və vaxtında ödənilir. Güzəştli kateqoriyaya daxil olan şəxslər, xüsusi əmək şəraitində çalışanlar, müəyyən sahələrdə uzunmüddətli iş stajına malik vətəndaşlar, eləcə də qanunvericiliklə nəzərdə tutulmuş digər qruplar da indeksləşdirilmiş və artırılmış pensiyaları alıblar. Qeyd edilib ki, 1 yanvar 2026-cı il tarixinədək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3% həcmində indeksləşdirilərək artırılıb. Bu artım ölkə üzrə orta aylıq əmək haqqının artım dinamikasına uyğun olaraq həyata keçirilib və sosial müdafiə siyasətinin mühüm tərkib hissəsidir. İndeksləşdirmə mexanizmi pensiyaçıların alıcılıq qabiliyyətinin qorunmasına, inflyasiyanın təsirlərinin minimuma endirilməsinə və onların sosial rifah səviyyəsinin yüksəldilməsinə xidmət edir. Fevral ayının pensiyaları yeni artımlarla birlikdə hesablanaraq ödənilib. Bununla yanaşı, indeksləşdirmə nəticəsində yanvar ayı üzrə yaranmış əlavə artım məbləği də fevral ayının pensiyasına əlavə edilərək vətəndaşlara təqdim olunub. Yəni, pensiyaçıların fevral ayında əldə etdiyi vəsait təkcə cari ayın artırılmış məbləğini deyil, həm də əvvəlki ay üzrə hesablanmış əlavə artımı əhatə edir. Bu isə vətəndaşların maliyyə təminatında əlavə müsbət təsir yaradıb. Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilən bu tədbirlər ölkədə sosial təminat sisteminin davamlılığını və şəffaflığını bir daha nümayiş etdirir. Pensiya ödənişlərinin vaxtında çatdırılması, artımların tətbiqi və əlavə məbləğlərin eyni ay daxilində ödənilməsi sosial siyasətin prioritet istiqamətlərindən biri kimi qiymətləndirilir. Beləliklə, Respublika üzrə fevral ayının pensiya ödənişləri tam şəkildə başa çatdırılıb, bütün kateqoriyalar üzrə pensiyaçıların vəsaitləri köçürülüb və indeksləşdirmə nəticəsində nəzərdə tutulan artımlar vətəndaşlara çatdırılıb. Sosial müdafiə tədbirlərinin növbəti mərhələlərdə də ardıcıl və planlı şəkildə davam etdirilməsi nəzərdə tutulur.